Aqrar subsidiya sistemində külli miqdarda maliyyə pozuntularının üstü açılıb. Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, eləcə də Aqrar Subsidiya Şurasının fəaliyyəti ilə bağlı audit nəticəsində xeyli pozuntu və uyğunsuzluqlar aşkarlanıb. Auditi Hesablama Palatası aparıb. Palatanın məlumatına görə yoxlamalar 2022-25-ci illəri əhatə edib. Audit zamanı bitkiçilik sahəsində dövlətin verdiyi dəstəyin nə dərəcədə səmərəli olması nəticələr qiymətləndirilib. Audit zamanı məlum olub ki, Aqrar Kredit və İnkişaf Agentliyi hətta ilkin mərhələsi olan şum işləri belə təsdiq olunmayan 49 əkin bəyanı üzrə 117 min hektardan çox torpaq sahəsinə görə 19 fermeri 24,2 milyon manat subsidiya ödəyib. Eyni sahələr üzrə Aqrar Sığorta Fondu xətti ilə sığorta haqları və sığorta hadisəsi üçün sığorta ödənişləri adı ilə əlavə 1.883.200 manat maliyyələşdirilib. Audit nəticəsinə görə subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında ciddi fərqlər də qeydə alınıb. 2022-23-cü il bəyan ilində biçilmiş əkin sahəsi üzrə məhsuldarlıq 14 sentiner olduğu halda ümumi əkin sahəsi üzrə bu göstərici 2,3 sentiner olub. Biçini aparılmayan 600.276,8 hektar sahəyə 13.863.700 manat əkin subsidiyası da ödənilib. Qeyd edək ki, Maliyyə Nazirliyi də bir müddət əvvəl əkin sahələri üçün ayrılan subsidiyaların məbləği ilə istehsal həcmi arasındakı uyğunsuzluq olduğunu açıqlamışdı. Əkin subsidiyasının əmsallarının artırılmasına baxmayaraq müvafiq bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunurdu. Azərbaycanda aqrar subsidiyanın verilməsinə 2007-ci ildə başlanılıb və ötən illər ərzində subsidiyaların həcmi getdikcə artıb. Hazırda bitkiçilik üzrə subsidiyaların baza məbləği 200 manat müəyyən edilib. Qeyd edək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdur.